Deməli, baxırıq Eyler Akademidən loqaritmaya aid bir suala. Gördüyümüz kimi, loqaritm 5 əsasdan 15, üstə gəlsin loqaritm 5 əsasdan 6-nın bizdən həllini tam hissəsini istəyir. Biz bilirik ki, loqaritmada əsaslar eyni olduqda bizim bir düsturumuz var idi ki, loqaritma A əsasdan B vurulsun C şəklində yaza bilirdik. Bu nümunəyə gəldikdə loqaritma 5 əsasdan 15-in üzərinə loqaritma 5 əsasdan 6-nı gəldikdə buna əsasən deyə bilərik ki, loqaritma 5 əsasdan 15 vurulsun 6, yəni 90. Bunu bir x ədədinə bərabər eləyirəm. 5 üstü necə 90-a yaxın eləyir? 5 üstü 2-miz 25-dir. 5 üstü 3-ümüz 125-dir. Deməli, bu x ədədi 5 üstü 2-miz 90-dırsa, bu x ədədi 25 və 125 arasında bir ədəddən ibarətdirsə, deməli, bu x 2 və 3 arasında ədəddən ibarətdir. Yəni, x-imiz 2-dən böyük, 3-dən kiçikdir. Bu zaman x-in tam hissəsi nə olur? 2. Çünki bu 2 tam neçədirsə, bunun tam hissəsi nə olacaq? 2. Cavab verməlidir.